Deməli, İmam Cəfər Sadiq əleyhissalam sol əlini uzadır. Fəqabaza alə lihiyyətihi, saqqalını tutur. Və daa bihədə dua və huvə yəluzu bisəbbabətihil yumna. Və bu barmağı ilə işarə eləyə bu kəlmələri deyir. Ya zəl cəlali vəl-ikram, ya zəl-nə'ma vəl-cud, ya zəl-mənni vəl-tavl, hərrim şeybəti alən-nar. Hərəkətdir ya yox? Bu duaların sənədi zəifdir. Amma heç kim etiraz eləmir. Heç kim etiraz eləmir ki, Rəcəb ayında əlvi saqqalından tutma və əlvi də nədir? Sağ əlvi də belə tərpətməginə. Və heç kim etiraz eləmir ki, əhd duasını oxuyanda 3 dəfə əlvi düzvə vurma. Amma bunların da sənədi zəifdir. Əgər sənəd zəifliyinə qalsa, bunlar hamısını olmalıdır, tərk olmalıdır. Bəs niyə biz tərk eləmirik? Yürü, qanun var. Müstəhəb, məkruh işlərin sənədində nədir? Hədisin sənədinin etibarlı olması lazım deyil. Lazım deyil.